Barış səsi. Su yamsılama bir kələmədir. Yəni bu lüğət axar suyun təbii səsindən alınıbdır. Bu gün su deyilən mayəyə qədim türklər bu deyiblər. Ona 0 dərəcədən yenib camid olduğu halda buz və qaynayıb qaza təbdil olarkən buğ deyiblər. Və suyun yer üzündən çıxış yerini bulaq adlandırıblar. Bulut da bu ailənin başqa bir uşağıdır. İndi bu, buz, buğ, bulaq və bulut lüğətlərini bir yerə düzəndə türkcə lüğətlərinin arasında olan ilgi və kök birliyini görüb dilimizdə dərinləşib onu daha da sevirik. Səni hələ açılmamış sirri kimi, alınmamış qala kimi, ətirli bir ana kimi, yüz olmamış roya kimi, pozulmamış sevda kimi sevirəm ana dilim.